Sabahınız xeyir. Adel də buradan sizə sabahınız xeyir deyir. Necəsiz? Pəncərəni açsın görüm hava necədir. Çünki bugün birlikdə gedirik səhər yeməyinə. Rezalət görünürəm. İndi oyanmışam. Dedim birlikdə hazırlaşaq. Bu arada telefonum deyəsən get-gedə çox pis çəkir. Bunu danışmışdım sizə ki, bəs telefonumda xarab olma kimi problemlər oldu. Ki telefonumun baterkası şişdi. Suzaretka saxlamamağa başladı və indi də elə biləm ki, kamera yaxşı çəkmir. Bunu mənə yorumlarda bildirəsiz görə kamera necə çəkir. Gəlin birlikdə makyaj eləyək. Baza olaraq yadınızdadırsa Flormar'ın belə bir bazını almışdıq. Gəlin birlikdə bunu istifadə eləyək, görək qalıcılığı necədir. Yorumları çox qəşəng idi. Trendyoldan almışam 8 manata və çox qəşəng yorumlar gəlmişdi ki, bəs qəşəng bazadır, altdan istifadə olunur, makyajı qəşəng. İyisi də çox gözəldir. Bu arada sabun iyisi gəlir. Orada da remont gedir. İnşallah məni eşidə bilirsiniz. Bu arada tələsəm çünki gec qalmışam. 11:30-da Gənclikdə olmalıyam. Atatürk Parkındakı Kokmuda gedirik bu arada. İlk dəfə orada olacam səhər yeməyində. Heç yeməmişəm, amma təriflənir. Gedək görək necədir. Rüqəmlə gedirəm. O öz qızını, mən də öz qızımla birlikdə dörtlü səhər yeməyinə gedirik. Belə. Hər zaman əlimin getdiyi Superstay'in bu tonal kremini istifadə edəcəm. Çox bəyənirəm. Bir də digər tonallərimin hamısı mənə çox zaqar gəlir. Deyəsəm, mən onları hamısını yayda almışam. Ona görə çox tündülər mənə. Vuran kimi zaqar buradan seçilir, boynumdan seçilir. İndi isə hal-hazırda yəni bunu istifadə edirəm. Gedim süngərimi yuyum, gəlirəm. Bir də mənə yorumlarda yazmışdı ki, bir xanım makyaj, yox, çanta kolleksiyamı göstər. Mənim çanta kolleksiyam yoxdur. Amma çantalarımı belə göstərirəm sizə. Onsa qısa çəkəcək. Çünki çox çantam yoxdur. Amma sizin üçün onu da göstərirəm. Bu arada baxın. Çox təbii, ıslaq. Elə bir ki, rəng tonunu bərabərləşdirir. Amma çox nazik təbəqə halındadır. Yəni, çox belə makyaj görünmür. Ona görə də bunu çox bəyənəm. İndi qaşlarımızı sabitləyirik. İndi hal-hazırda əlimdə NYX var. Amma bir dənə bəyəndiyim marka var. Adı yadımdan çıxdı. Onu alıb yoxlamaq istəyirəm. Jovu yoxlamışam bu arada. Mən bəyənmədim. Gərək Sil markası idi deyəsən, səhv etmirəmsə. Onun qaş və kiprik serumu da var. Yoxlamaq istəyirəm. İnşallah ki, alacam. Çünki bunun həm boyutu balacadır, həm də bahadır. Mən inanıram ki, daha uyğuna, daha yaxşı var. Fırçalar da almışam. Nasita'nın. Amma hələ yerləşdirməmişəm. Heç istifadə etməyə də başlamamışam. Çünki istədim ki, birinci buradakiləri yığışdırım. Daha doğrusu yuyaq onları, ondan sonra keçək. Burada işıq da deyəsən pis düşürək burada. Amma vaxtım yoxdur. Ona görə də tez-tez eləməyə çalışacağım. Kusuruma baxmayın. Bu belə bir rəng istifadə edəcəm. Laniyə çəkməyəcəm. Əslində bundan əvvəlki videoda elədiyim makyaj eləyirəm. Normal liner çəkməyəndə gözlərimə tünd rəng far keçirəm, qıraqlarına liner effekti verirəm. Belə daha çox bəyənirəm. Bir də mən konsileri, bronzer və allıqdan sonra istifadə edirəm. O görüntünü daha çox bəyənirəm. Qıza makyajımı elədim. Sadəcə şey eləməmişəm, pomada vurmamışam. Atatürk Parkın içindəyəm. Bilsəm Kokmuda vurardım taksini. Ona görə də biraz gəzməli olacaq. Amma çox qəşəngdir. Baxın. Hər yer ağaclıqdır. Adel də yatıb. Heç inanırsınız video çəkə bilmədim. Burada oturmuşdum 2-ci mərtəbədə. Amma Instagramdan mənə takip edəcək sonra qoymuşdum. Adel də burada yatır. Kimdir bu?
Biz oturmuşam burada. Biraz hava alıram. Heç ans başa düşmək olmur ki, hava istidir ya küləklidir. Bir soyuqdur, bir günəş çox amma küləyəzir. Heç sevmirəm bu havanı. Belə. İndi Saləni gözləyirəm, gəlsin. Oturaq, bir şeylər içək. Bəlkə onun hücrəsinin üçün çəkərəm. Mən gəldik kofeliyə. İndi biz sifariş veririk. Sən nə içsən? Cappuccino. Cappuccino. Bu arada qiymətlər çox belə uçuq qiymətdə deyil, yəni uyğundur. Misali cappuccino içir. Mən isə bunları soruşdum. Deməli dedi ki, Lungoda da ağırlıq dondurmadadır ki, şəkildə dondurma görünmür, bax. Dedi bunun içində dondurma olur, amma şəkil olaraq mənə çəkmədi. Kartodada da dedi ki, qəhvəsi daha çoxdur. Mən də elə belə bir şey axtardım, ona görə də mən də bunu istədim. Belə, qiyməti kartoda 4.90, cappuccinoda 5.50. Bu formada. Bir də bizim burada dişimiz var. O da beyefəndilərdən istədi ki, süd. Onun da südü hazırdır, gətirdilər, hazırladı. Burada oydu, məncə çox qəşəngdir. Burada südümüz hazırladıq, soysun. Heç ağlıma gələrdi ki, bu tulka ilə mənzərə çəkəsən. Yox, amma çox qəşəngdir bu və bu. Belə. Bu arada, baxın, Vüsalə Temudan mənə belə bir şey alıb. İşıqdır bu, yəqin ki görmüsünüz. Mənim videolarım biraz qaranlıqdır, belə bir şey axtarırdım. O da belə bir işıq alıb. Deməli, bir şey var, zayıfqası var. Bilmirəm. Hardan olur? Hə, USB iləndir. Yox, belədir. Belə də yanır. Yandır. Çox bilməm, zayıfqası. Yoxdur deyəsən zayıfqası. Bununla yanır da. Denənə. Yəqin zayıfqası yox. Deməli, var imiş. Vardı. Çox qəşəngdir məncə. Zayıfqası yox da. Hə, bir dənə söndür. Bu görsün ki, qısalıdır. Sağ ol. Hadi sen biraz uzat. Hadi istiyorsan. Çok sağ ol. Hə. Belə baxın. Əslində hələ zayıfqası yoxdur belədir. Qiyməti də 12 manat idi deyirsən. Belə, çox qəşəng. Temuda linki qoyaram. Bu arada belə də yanında. Bunu ilə söndürürük. Hə. Nə gözəldir. Sən üçün nə qəşəng gətir? Bu nədir? Minik. Belə bir USB-si də var. Buna zayıfqə taxırıq. Hə, başlasın. Hə. Belə, bəyəndim. Şükür ederim. Belə. Aycan. Ana, subay. İşi bitirdi, ürəyim rahatladı. Ürünlə şirin masaldır. Bu sadəcə buradan qorxuram özünü atar. Bu deyil. Bir Amerikano gətir. Amerikano gətir. Açıdır. Deyirəm də tornada da açıdır. Amma ondan sonrası deyir adı deyil. Ona güvən. İnlidi galiba. Gedib taxım gəl. Acıymış bu arada. Ben acı sevmem. Soruştum əslində. Dedi şirindir. Biraz da sen elinde. Doğuştan var.
Üzümdə gəndi. Nə var? Hələ 2 dənə şəkər ağzında. Ağzında şey var, beyzə var. Sekizde durmur. Altta yatır. Onda yatır. Hə. Bu kombonu çox bəyənirəm. Bu pastelin 27 nömrəsidir. Bu isə pastelin 214 nömrəsidir. Çəkir. Bilmirəm, gəlin işığımızı yoxla, bəlkə işığı yandırsam yaxşı çəkər. Wow. Aydın atdı içərini. Vay, çox qəşəngdir, baxın. Gözünü söndürüm. Mən belə çəkmişəm videoları. Amma bu gün daha da pis göstərir. Telefonum geç-gedə. Mənim telefonum var da iPhone 13'dür. Kamerasını demək olar ki, bitiriblər də, yəni. Amma artıq işığım var. Şimdi gəlin bunu quraşdırım. Burada bir yerə qoyum. İşıq da oradan da bütün kalitəni dəyişir də, yəni. Baxın, gör necə gözəldir. Yüzümün hər şeyini də artıq görə biləcəksiniz. Arxadan bu arada piş-piş səslər gələ bilər. Artıq yatışdırıb gəlmişəm. Saat 10'dur. Çox yorğunam. Amma Səbuni gözləyirəm işdən gəlsin. Səbuni biraz işdən gec gəlir. Mən də bütün gün axşam yəni onu gözləyirəm. Gəlin indi makyajımı çıxardaq. Əslində bu banyoya girənə qədər çox özümdən çabalayıram git makyajı çünki çox yorğun oluram. Amma bura girəndən sonra inanılmaz dərindən təmizləyim, 3 qat, 5 qatlı edeyim, hətta girim çıxım. O dərəcədə. Yəni əgər sizin də həvəsiniz olmursa, narahat olmayın. Bu hər kəsdə belədir, məndə də belədir. Gözəldir şu. Təşəkkür edirəm Yusuf. Deməli, bu qolçaqları da çox sevirəm. Təvədən almışam. 2 manat 50 qəpiyə almışdım bunu. Baxın, belə. Su keçir, buradan su axmır və mən mutlu oluram. Mən belə şeylər mutlu oluram. Həmişə göstərirəm. Mən bu məsələ çox sevdim. Biodermanın micellar təmizləyici yağıdır. Çox qəşəngdir. Hətta demək olar ki, bunu istifadə edəndə heç şey istifadə eləmirəm. Danışa edeyim. Makyajı o qədər belə yağ kimi əridir, çıxardır, onsuz indi görəcəksiniz. Buna istifadə edən micellar su istifadə eləmirəm. Əslində micellar su da yaxşıdır. Bozu qurtarmağına az qalıb. Bir də yağlı dərlərdə deyirlər ki, təmizləyici yağ bazlı təmizləyici daha doğrusu biraz şeydir, yaxşı deyil. Amma nə bilim, mənim üzümdə deyirlər ki, yəni səpki yaradır, amma mənim üzümdə heç səpki yaratmıyor. Çox bəyənirəm. Həm də turş varsa, məsələn, anında çıxardır. O qədər sevirəm ki. Deyim. Sonra isə üzümü indi yağlıdır. Gellə. Bunu dəfələrlə göstərmişəm. Propia'nın bu geli ilə üzümün həm yağını aparıram, həm makyajı daha dərindən təmizləyirəm. Hoşuma gəlir. Belə alıram biraz su. Baxın, yüzüm necə parıldır, necə gözəldir, dərindən də təmizlədim. Görsə, həm yağla elədim, həm gellə elədim, amma indi toniklə siləcəm və görəcəksiniz ki, bu hissələrdə həmişə tonalini qalır. Ona görə də daha dərindən təmizləyək.
Serum tonikimdən üzümü silirəm. Sevirəm bu Zeprestin tonikini, bitir. Yadınızda Arzumdan yeni tonik almışıq. Onu sınayacağım. Görək o necədir. Amma yəqin ki bundan yeni alacağım. Baxın, belə göstərim. Əgər tonik axtarsınızsa, yağlı dərilər üçün olanı sarı rəngdədir. Çox bəyənirəm. Normal dəri üçün olanları mavi rəngdə olmalıdır. Hamısını zaten aldığınız yerdə saçlara soruşsanız, hamısı bunlar haqqında məlumat verəcək. Mütləq dəri tipinizə uyğun məhsullar alın. Məsələn, baxın, görürsünüz. Hələ də, yəni bu qədər təmizləməyimə baxmayaraq kir çıxardır. Ona görə də tonik mütləq məncə alınmalıdır. Buradakı tonalləri silmək üçün. Gəlirəm favori nəmləndiricilərimə. Gözaltı nəmləndiricim Hemişdir. Realda gördüm, hal-hazırda endirmə düşüb 45 manatdan 38 manata düşüb. Ala bilərsiniz endirimdən. Çox qəşəngdir. Bu arada necə, gecədə gec yatmışam, necə gözlərimin altı qaralıb, ümumiyyətlə sifətim soluq, yorğun görünür. Dincəlməyə ehtiyacım var. Nəmləndiricim Farmstay'in. Çox bəyənirəm. Peki, favorim bu nəmləndiricidir. Bu da yağlı dərilər üçündür. Mən həmişə alanda dəri tipimi deyirəm. Mütləq ona uyğun alın. Hər kəsin bəyəndiyini, yəni öz-özünüzü alıb vurmayın. Əgər sizin dəri tipinizə uyğundursa o insanın cildi, ona uyğun məhsullar alın. Gedin alın yəni o məhsullar. Badamlıyı nəmləndirirəm Nivea ilə. Və bu qədər. Bu arada şu anda zatkası azı gibi zatkaya koymalıyam. Videonu ise buraya kadar izlediğiniz için hər birinizə çox təşəkkür edirəm. Bu arada bu nəsə bu ləkələr ümumiyyətlə getmir. Əsas da hamam otağına, çünki bura çox işıq əlimdə qalıb. Bunu söndürüm. Bu ləkələr bu sular deyil və getmir. Bilməm necə təmizləməlidir. Əgər bilirsinizsə yazarsınız yorumlarda. Siz isə videonu buraya qədər izlədiyiniz üçün çox sağ olun. Hər birinizə çox sevirəm. Mesajlarınızı görürəm. Məni Instagramda takip etməyi də unutmayın. YouTube'da da kanala mütləq abunə olun. Videoları bəyənin. Sizi çox sevirəm. Başqa videolarda görüşəndək hələlik.